Sizə desəm ki, bu alma və bu stəkan əslində tamamilə eyni obyektlərdir. Ancaq bunlardan bu stəkan tamamilə fərqlidir. Videonun sonunda nə demək istədiyimi başa düşəcəksiniz. Biz bu video ilə yeni bir seriyaya başlayırıq. Topologiya seriyasına. Bu seriyada sıfırdan başlayaraq ümumi topologiyanın bakalavriat səviyyəsində əsas anlayışlarını öyrənib dərk edəcəyik. Bu videomuzun da əsas məqsədi topologiya nədir, nəyi öyrənir, riyaziyyatın digər sahələrindən necə fərqlənir kimi suallara cavab tapmaqdır. Hal-hazırda Tiflis Dövlət Universitetində mənim oxuduğum universitetdə tələbələrin ən çox çətinlik çəkdiyi fən məhz topologiyadır. Təkcə bizim universitetdə yox, hətta dünyada da riyaziyyatın ən çətin sahələrindən biri topologiya hesab olunur. Bunun səbəbi topologiyanın tamamilə abstrakt olmağıdır. Yəni digər sahələrdə nisbətən ədədlərlə, bildiyimiz, məktəbdən öyrəndiyimiz deməli hesablamalarla, əməliyyatlarla biz o sahələri daha dərindən qavrayırıq. Ancaq topologiyada tamamilə abstrakt obyektlərlə məşğul oluruq. Bu seriyanı bitirdikdə siz ümumi topologiyanın əsas anlayışlarının nə demək olduğunu qavramış olacaqsınız və məqsədimiz o olmasa da universitet imtahanlarından da yaxşı nəticələr alacaqsınız. Gəlin topologiyanın nəyi öyrəndiyini, onun yaranma tarixindən başlayaraq anlamağa çalışaq. Topologiya riyaziyyatın müstəqil bir sahəsi kimi yaranmağa ilk dəfə 18-ci əsrdə başlayır. Leonard Euler 18-ci əsrdə bir problem üzərində araşdırma apararkən problemin həllində istifadə etdiyi metod əslində özünün də bilmədən yeni bir sahənin əsasını qoyur. Problem çox sadə bir problemdir və Königsberg problemi adlanır. Problem adını hal-hazırda Kaliningrad adlanan şəhərdən alır. O zaman Königsberg adlanırmış. Problemimiz belədir ki, Königsbergin hər hansı bir bölgəsindən başlayaraq bütün körpülərdən yalnız bir dəfə keçməklə bütün şəhəri gəzmək mümkündürmü? Yəni gördüyünüz kimi problem çox sadə bir problemdir, ancaq böyük bir sahənin əsasını qoyur, dediyim kimi. Euler bu problemi həll edərkən görür ki, əslində problemin həlli körpülərin enliliyi, uzunluğu və yaxud bu bölgələrin coğrafi məkanı, onların sahəsi ilə heç bir əlaqəsi yoxdur. Problemin həlli ilə yalnız bir xassənin əlaqəsi var. O da ki, bu bölgələrin bir-birləri ilə necə əlaqəli olduğudur. Yəni bir-birləri ilə necə körpülərlə birləşdiyidir, belə deyək. Beləliklə Euler bu bölgələri bir nöqtə kimi düşünür, yəni nöqtə ilə işarələyir və körpüləri isə bu nöqtələrə bağlanan düz xətlərlə və yaxud əyrilərlə əlaqələndirir. Beləliklə qraflar nəzəriyyəsində deməli bu qrafla, ilk qrafla əsasını qoymuş olur. Euler görür ki, bir bölgəyə girdikdə oradan çıxmaq üçün də aydındır ki, bir körpü lazımdır ki, başqa körpü istifadə edəsiniz. Yəni bir bölgənin körpülərinin sayı cüt sayda olmalıdır ki, siz oradan deməli həm girib, həm çıxmaq üçün fərqli körpülərdən istifadə edə bilərsiniz. Yeganə bir başlanğıcda, bir də sonda bu tək ola bilər, tək ədəd ola bilər. Çünki başlanğıcda başlanğıc bölgədən çıxırsınız və girmək tələb olunmur və sonuncu çatdığınız bölgədə də yenə deməli o bölgəyə daxil olursunuz və artıq sonlanmış olur sizin gəzintiniz. Beləliklə o təyin eləmiş olur ki, belə bir problemdə yalnız iki halda tək ədəd ola bilər körpülərin sayı. Geridə qalan bütün hallarda körpülərinizin sayı mütləq cüt olmalıdır. Ancaq Königsberg problemində bütün bölgələr bir-birləri ilə tək sayda körpülərlə bağlanır. Yəni 4 bağlantı var və bu 4 bağlantının 4-ü də tək saydadır. Ancaq biz demişdik ki, maksimum ikisi tək sayda ola bilər. Beləliklə Euler göstərmiş olur ki, belə bir şey mümkündür. Yəni Königsberg şəhərində bütün bölgələrini gəzmək üçün bir körpüdən bir dəfə keçə bilməzsiniz. Yəni artıq keçməlisiniz. Euler gördüyünüz kimi misalı həll edərkən heç bir metrik ölçünü deməli qəbul etməmişdi. Yəni o məsafəni, həcmi, sahəni tamamilə təcrid etmişdi yeni sahədə. O sadəcə obyektlərin bir-birləri ilə necə əlaqəli olduğunu istifadə etmişdi. Riyaziyyatın bu ciddi ölçülərdən azad olunmasını, yəni metrik ölçülərdən azad olunmasını sonrakı deməli addımı da yenə Eulerə məxsus oldu. 1752-ci ildə Leonard Euler Eulerin çoxüzlü formulu adlanan formulu irəli atdı. Euler isbat etdi ki, ixtiyari qabarıq çoxüzlü üçün təpələrin, tillərin və üzlərin sayı arasında metrik ölçülərdən tamamilə asılı olmayan ciddi bir riyaziyyatçılıq mövcuddur. Bu düsturu klassik Platon cisimlər üzərində əyani şəkildə yoxlasaq, qanuna uyğunluğu aydın şəkildə görürük. Bu nəticənin topoloji inqilabliyi ondadır ki, çoxüzlünün tillərinin uzunluqları, üzlərinin sahələri
və ya bucaqlarının dərəcələri necə dəyişirsə dəyişsin, ifadəmizin qiyməti dəyişməz qalır. Sonralar bu dəyişməz kəmiyyət daha ümumi şəkildə öyrənilərək Euler xarakteristikası adlandırıldı və xi simvolu ilə işarə edildi. Burada S uyğun topoloji səthi göstərir. Bu riyazi anlayışı biz belə təsəvvür edə bilərik. Sanki biz fiqurların əllərindən bərklik xüsusiyyətlərini alır və onları elastik rezinlərə çeviririk. Məsələn, Evklid həndəsəsində kub ilə kürə tamamilə fərqli obyektlərdir. Ancaq topologiyada bu obyektlər tamamilə eynidir. Çünki onları biz kəsmədən və yapışdırmadan, yalnız sıxıb dartaraq birini digərinə çevirə bilirik. Yəni topologiyanın əsas sualı əlimizdəki obyekti, mən obyekt dedikdə abstrakt olaraq sizə ötürməyə çalışıram. Siz onu intuitiv olaraq, fiqur olaraq fikirləşə bilərsiniz. Məsələn, kub, dairə, kvadrat. Ancaq düzü obyekt, yəni abstraktdır. Əslində bunlar çoxluqlardır. Yəni bir kvadrat və yaxud kub deyil, bir çoxluqdur. Biz tamamilə çoxluqlar üzərində işləyəcəyik, görəcəksiniz gələcək videolarda. Yəni bizim əlimizdəki bir obyekti Lori dildə desək, qopartmadan, kəsmədən, yapışdırmadan, deşmədən kəsilməz deformasiyalarla, yəni yalnızca sıxaraq və yaxud onu çəkərək, genişləndirərək başqa bir obyektə çevirə bilərikmi, yoxsa çevirə bilmərikmi? Əsas sualı budur. Yəni buna cavab verməyə çalışırıq topologiya fəni. Elə topologiyanın da müasir formasını almağının əsas səbəbi elə bu abstraktlıq oldu. Yəni biz artıq riyazi analizdə, funksiyalar nəzəriyyəsində, funksional analizdə metrik anlayışı, məsafə anlayışı bizə bəs etmədi və məcbur qaldıq ki, daha abstrakt, deməli, nəzəriyyələr yaradaq. Elə bu da topologiya oldu. Deməli, müasir formada formalaşmasının əsasını qoyan Henri Poincaré oldu. O böyük bir riyaziyyatçıdır, hətta fizikdir. Bəlkə gələcəkdə də videosunu çəkərik. Poincaré cəbrin abstrakt deməli alətlərini topologiyaya gətirdi və cəbri topologiyanın əsasını qoydu. Bundan bir neçə il sonra isə Felix Hausdorff ümumi topologiyanın əsasını qoydu. O artıq riyazi olaraq topolojik fəzanın tərifini verdi və aksiyomlarını təyin etdi. Yəni əslində topologiya adı bir sahə adı deyil sadəcə. O əslində bir anlayışdır. Topolojik fəza anlayışıdır və onun aksiyomlarını da biz gələcəkdə öyrənəcəyik. Hausdorff bu aksiyomlarla məsafə anlayışını qonşuluq anlayışı ilə tamamilə əvəz elədi və deməli, dediyim kimi bizim də öyrənəcəyimiz müasir forma yarandı. Maraqlıdır ki, bu elm sahəsi nə qədər mücərrəd olsa da, onun da praktikada tətbiqləri mövcuddur. Məsələn, bizim metrolarda gördüyümüz xəritələr topografik yox, topolojik xəritələrdir. Bu xəritələrdə iki stansiya arasındakı məsafənin reallıqda neçə kilometr olduğu ya da qatarın yeraltı tuneldə hansı buzaq altında döngəyə girdiyi əks olunmur. Çünki bizi əsas maraqlandıran şey hansı stansiyada minib haradan başqa xəttə keçid edə bilərik sualıdır. Topologiya elmi kosmologiya və fizikada da istifadə olunur. Elm adamları kainatın formasını topologiya elmi ilə qavramağa çalışırlar. Kainat sonsuzdur, yoxsa qapalıdır? Onun forması sferadır, yoxsa bir torusa oxşuyur? Məsələn, əgər kosmosa çıxıb düz xətt boyunca sonsuza qədər uçsaq, nə vaxtsa başladığımız yerə arxadan geri mi qayıdar? Fiziklər Einstein'in nisbilik nəzəriyyəsini topologiya ilə birləşdirərək kainatın qlobal topoloji formasını anlamağa çalışırlar. Bundan başqa topologiya elmi məlumatların analizində də istifadə olunur. Bu gün süni intellekt və böyük məlumatlar dövrüdür. Gözünüzün önünə milyardlarla rəqəmdən ibarət xaotik bir məlumat buludu gətirin. Bu məlumatların içərisindəki qruplaşmaları və ya boşluqları necə tapmaq olar? Məhz topoloji verilənlər analizi adlanan müasir sahə rəqəm yığınlarına bir forma kimi baxaraq ənənəvi statistikanın görə bilmədiyi qanuna uyğunluqları kəşf edir. Gəlin indi videonun başına qayıdaq. Biz demişdik ki, əlimizdə tutduğumuz bu alma və bu stəkan tamamilə eyni obyektlərdir. Ancaq bu alma və bu stəkandan bu qulplu stəkan fərqlidir. Niyə? Biz demişdik topologiyanın əsas sualı nədir? Yəni bir fiquru, bir obyekti digər obyektə onu yalnız sıxma və dartma ilə, yəni kəsmədən və yapışdırmadan çevirə bilərikmi, çevirə bilmərikmi? İndi belə düşünün ki, bu almanın əlindən biz onun bərklik halını alırıq və onu rezin hala gətiririk. Beləliklə bu almanı plastilin kimi ortasını içə basaraq və yanlarını biraz uzadaraq bu stəkana çevirə bilərəm, hər hansı bir deşmə və yaxud yapışdırma olmadan. Ancaq burada indi bu alma ilə bu stəkan bir-birlərinə homeomorfdur deyirik topolojik olaraq. Bunu gələcəkdə öyrənəcəyik demişdik.
İndi almamızı yerinə qoyaq. Yəni burada stəkan üçün nə dedim, alma üçün də keçərlidir. Ancaq bu stəkan ilə bu stəkan arasındakı fərq odur ki, bunun bir deşiyi var. Yəni bu stəkandan bu stəkanı yaratmaq üçün biz buna ya bir qulp yapışdırmalıyıq ki, bir deşik olsun, ya da ki, hər hansı bir yerdən deşməliyik ki, orada yeni bir deşik yaransın. Buna görə də artıq deşmə və yapışdırma bizim üçün məcburi olur və biz demişdik ki, topologiyanın əsas sualı kəsilməz deformasiyalar üzərinədir. Yəni topolojik olaraq bu stəkan və bu stəkan və o alma tamamilə fərqli obyektdir. Belə. Əgər elmi yaymaqda mənə dəstək olmaq istəyirsinizsə də və videoyu bəyəndinizsə də videoyu bəyən ata bilərsiniz və kanala abunə ola bilərsiniz. Riyaziyyatla və elmlə qalın.